ve hakkını ödeyebilmeyeceğim iki insan var. O da atam ve anamdır. Allah onların canını sağ eləsin. Sizi təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Gün o gün olsun, mənim də nəvəm məni təbrik eləsin. Mən də nəvəmin toyunda sizi kimi oynaya bilim. Nenenle baba olmasaydı bizim kızımız olmasaydı. Təbriklər. Turboyam. Bugünkü günün qəhrəmanı canım atam, gözəl anam. Mən öyrəndim ki, sizin sevginizdən doğulmaq bu həyatda mənim qazandığım ən böyük şansdır. Mənim əziz, qayğıkeş, zəhmətkeş atam, anam, mehriban valideynlərim, nə yaxşı ki varsınız, nə yaxşı ki siz 50 il bundan qabaq görüşmüsünüz, bir-birinizi sevmisiniz, bir-birinizdən ailə qurmusunuz və bizləri dünyaya gətirmisiniz. Şükür həmin günə, şükür o günə, qovuşduğunuz günə. Sizin sayənizdə bizlər də varıq. Sizin məhəbbətinizi, sərgüzəştlərinizi dinləməklə biz böyümüşük. Onlar bizim üçün ən gözəl dastan, ən gözəl poema, ən gözəl əsərlər oldu. Hətta sizdən bizə, bizdən də nəvələrimizə inşallah Allah qismət eləsin, balalarımıza, nəvələrimizə olan əfsanələrimizdir. Atamı çok sevirsən deyirlər. Atamın təbəssümünü, evə girişini, uşaqlarını, nəvələrini sevməyini sevirəm. Atam Allah sana uzun can sağlığı versin. Sevgili anneanneciğim, iyi ki dedeyi at üstünde kaçırmışsan. Senin sayende bu kızı tapabilmişim ve alabilmişim. Yarım asrınız kutlu olsun. Allah inşallah bir asrı görmeyi nasip etsin. Nene baba 50 iliniz mübarek, sağ olun ki siz varsınız. Siz bize öğrettiniz ki aile olmak yalnız eyni soyadı daşımak değil. Aile olmak birbirine destek olmak demektir. Aile olmak hatta danışmayanda bile birbirini anlamak demektir. Birbirine daima destek olmak demektir. Yaxşı ki varsınız. Bugün sizin yubileyinizdir, amma əslində bu bizim də bayramımızdır. Çünki siz varsınız. Uşaqlığımızın sizin əllərinizin arasında böyüdü. Ən isti xatirələrimiz sizin evinizdə bağlıdır. Biz sizə təşəkkür edirik hər şeyə görə. Sizi pozanət edirəm, 50 iliniz yubileyinə sizi çox da sevirəm ki, mənə döndə eşitdiyinə borçsuz. Ən gözəl, ən maraqlı, ən yadda qalan sərgüzəştlərimizdən biri də Gəbalın, alça ilə Gəbalın üstündə yazılan səni sevirəm cümləsi olub. Ən gözəl, ən xatirələrdə qalan, ən maraqlı sərgüzəştiniz bizim üçün odur. Şəxsən mənim üçün odur. Nə yaxşı ki varsınız, nə yaxşı ki bizim valideynlərimizsiz. Nənəşkəm, babişkom, 50 il yubileyinizi təbrik edirəm. Nənəm, mən anadan daha çox vaxtımıza, mən bir nömrəli padroşkam. Baba, sən də uşaq podyaşkanı istəyət dediyin üçün səni də çoxu öpürəm, ikinizi də çoxu öpürəm, təbrik edirəm. İkinizi də çox-çox istəyirəm. Siz dünyanın ən yaxşı nənəsi ilə babasısınız. Siz çox istəyirəm. Yaxşı ki varsınız. Sevgili nənəşkam və krasavçik babişkom, 50 il keçib, amma görünür hələ də bir-birinizi boşamağa səbəb tapa bilməmişsiniz. Vəkiliniz olaraq bildirirəm ki, bundan sonra ərizələr qəbul olunmur. 50 iliyiniz mübarək. Güclü bir kız olmağı atamdan öğrendim. Ve atam bu dünyada gördüğüm en güçlü bir insandır. Atam bu dünyaya gelse yine senin kızın olmağı seçerdi. Yaxşı ki varsa. Uzun ömür, can sağlığı arzulayıram sana. Allah seni hiç vaxt anandan ayrı salmasın. Həmişə beraber bir yerde ömür süresiniz. Nəvələrinizin toyunda bir daha oynayasınız. Nənə və baba, 50 illik qızıl toyunuz mübarək olsun. Sevgi və qayğı bizə göstərdiyiniz ən böyük dəstəkdir. Daimi xoşbəxt olun. Mən uşaqlığıma qaydanda orada həmişə babanı görürəm. Hamımızı çaya apardığı səfərlər, sakit suyun kənarında keçən saatlar, babanın balıq tutarkən səssizliyi, ətrafdakı təbiətin gözəlliyi. Bunlar mənim üçün ən qiymətli xatirələrdir. Sonra evə qaydanda baba həyatdan çeyrək yığıb gətirərdi. O çeyrəkləri görəndə nə qədər sevinərdim bilmirsiniz. Təzə-təzə, ətirli-ətirli. Amma ən gözəli babanın mən nəyi bəyənirdimsə o şeydən bütün qutularla gətirərdi. Elə bil mənim üçün dünyaya almağa hazır idi. Nənə baba evlənməsəydilərsə mən olmazdım. Mən olmazdımsa nənəm dadlı yeməkləri yeyə bilməzdi. Siz yaxşı ki varsınız. Nənəm isə bizi həmişə isti qarşılayardı. Onun süfrəsi, onun yeməkləri nə qədər dadlıydı, sözlə ifadə etmək çətindir. Axşam düşəndə isə bir stəkan ballı süd məni gözləyərdi. O qədər isti, o qədər əmin amanlıq doluydu ki, nənəmin əlləri hər şeyə sevgi qatardı. Baba, toyunuz mübarəkdir və istəyirəm ki, 50 ildə birlikdə yaşayın. Siz ikiniz həyatın həm günəşli, həm də buludlu günlərində bir yerdə oldunuz, bir-birinizə söykəndiniz. Bu mənə ən böyük həyat dərsini verdi. Sağlam olun, bir-birinizi qoruyun, uzun illər bizimlə olun. Mən sizi bütün qəlbimlə sevirəm. Yubileyiniz mübarək. Leyla. Baba, toy gününüzə mübarək olsun və mən sizi çox sevirəm. Çox. Güneş ana aydır. Ata derya ana çaydır. Onlar Allah'ın verdiği paydır. Onların qədrini bilen olan. Allah sizlər var eləsin, nəfəsiniz üstümüzdən əksik olmasın, gülüşünüz
evlərimizi həmişə işıqlandırsın. Varlığınız süfrələrimizi bəzəkdir. İnşallah bundan sonra da bəzək olsun. Hər zaman süfrələrimizin yaraşığı olun. Hər zaman ürəyimizin sevinci olun. Üzümüzün gülüşü olun. Sizin varlığınız bizim üçün ən böyük dəstəkdir. Öpürəm sizi, var olun. Allah canınıza sağlıq versin, ömrünüzü uzun eləsin. Daha bir yarım əsrlik həyatı geridə qoyasınız inşallah. Ata övladıyla vaxt keçirər. Bir ana isə övladına görə həyatını yaşar. Anam mənim bu dünyada ən fədakar, övladlarını ən çox sevən bir qadındır. Övladlarımı sevməyi anamdan öyrəndim. Övladlarıma dəyər verməyi anamdan öyrəndim. Anam bu həyatda gördüyüm ən xeyirxah insanlardan biridir. Ana, səni də çox sevirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Gün o gün olsun, nəvələrinin toyunda bağzalını bir də elə gözəlliklə oynayasan. Allah sənə daha çox nəticələr nəsib eləsin. Öpürəm sizi. Mən çox xoşbəxt insanam ki, gövrələndə başıma qoyacaq anamın sinəsi var. Arxamda dağ kimi dayanan, ən çətin anlarımda güvənəcəyim atam var. Nə yaxşı ki varsınız. Doğrudan da mən çox xoşbəxt övladlardanam. Hər zaman var olun. Hər zaman başımın üstündə olun. Əllərinizdən öpürəm. Sizi mənə verən Allahıma min kərə, milyon kərə təşəkkür edirəm. Var olun.